İstəyirəm sizə bir iki dənə söz danışam. Qədim zaman bizim onlara etiqadımız çox idi. Qabaq zaman çiftçimiz sərirdi gözümüz. Götürərdik qırmızını, yapışdırardıq gözümüzə. Mən səni söndürdüm, sən də məni söndür. Xeyircə səyriyəsin. Belə deyərdik. Bir şeyimiz evdə itəndə birdən yorğan tikəysən, iynə birdən yox olaydı. Ay bala, iynəyə nə gəldi? Kim götürdü, kim qoydu? Şeytan apardı. Gətirəydin Rusərin üçün balı. Şeytan quyruğu bağlamışam, apardığı gəti. Şeytan quyruğu bağlamışam, apardığı gəti. 3 dənə bir dücüm vuraydın gətirməydi. 2 dücüm vuraydın, 3000-ci də görəydin iynə yorğanın üstə. Şeytan getdi, atdı, çıxdı, getdi. At üşədən gedib o üzə, bu üzə gəlməyəsən, borca düşərsən. Borcun çox olar. Hə, bayramda gətirərlər cavan gəlinlər, qızlar, bacadan quşaq salır. Quşaq da Rusərdir. Oradan sallayır, ev yiyəsi nə danışsa, o bir niyyət elə ürəyində. Allah, məsələn, mən bu oğlana gedəcəyəm, qəşəng danışsın. Getməyəcəyəm də, bir cür danışsın da. Görürsən, danışayım, məsələn, var, toy elə, oğlu evləndi, o qızın işi cürrani. Quşağı da doldurur, buranı zadına, acil ilə. Ondan çəki yaparıq, bir dənə də yumurta qoyub, bəzək qoyub, çəki yaparıq, kef eləyir də, onun mətləbini Allah verir. Onlar elə düzdür, yalan deyil. Cümə axşamılar gərək evində olasan, çıraqları uyandırasan, şam pişirəsən, heç zata tapasın, bir dənə soğan qızardasan. Əvvəl tamam imamların, sonra ölənlərin, şəhidlərin adını tutasan, gecə o gəlib bacadan yeməyəcək, iyi aparacaq, səni dua eləyəcək, müşkülün həll olacaq. Apardıqca hamı ölünün ki adını tutubsan, bu filankəsin ehsanı, o gələcək ehsanı aparmağa, səni dua eləyəcək. Hə, adam özü qalıyor, görürsən, birdən fikrə getdi. O birisi gəliydi, qıza nə fikrə gedibsən, gözün yol çək ya, xeyriyə yol çəksin inşallah, xeyir iş gəlsin qabağa. Onu da o gəli heylədi.